May ayı 2025 Tərəzi bürcü aylıq bürc yozumu. Əziz tərəzilər, münasibətlər, maliyyə, ehtiras, yaxınlıq, təhsil və macəra sizin üçün may ayının əsas mövzularını təşkil edir və bunlar artan diqqət və fürsət sahələridir. Bir partnyor və ya yaxşı bir dostla öyrənmək və kəşf etmək hazırda çox faydalı ola bilər. Daha çox dürüstlük və xüsusi bir insanla isti təcrübələr və fəaliyyətlərlə yanaşı, bir əlaqəyə təkan verən ruhlandırıcı bir zaman ola bilər. Bir partnyor və ya əlaqə məqsədləriniz, daha çoxunu öyrənməyiniz və ya etməniz üçün sizi həvəsləndirməkdə həyati rol oynaya bilər. Aprel ayında sıxışmış, qeyri-müəyyən və ya gecikmiş hiss etdiyiniz yerlərdə, may ayında daha çox aydınlıq yaranır. Bu ay, yenidən yola qayıtdığınız hissi üçün güclüdür. Münasibətlər düzəlir, uzlaşma, danışıq aparmaq və həyatınıza tarazlıq gətirmək bacarığınız yenidən parlayır və daha da artır. Bu ay dostlarınız və qruplarla çox aktiv ola bilərsiniz, lakin xüsusi həyatınıza da asanlıqla dala bilərsiniz. İdeal olaraq bu ikisi arasında doğru tarazlığı tapa bilərsiniz. Bir qrup və ya komanda ilə iştirakınız sayəsində ən çox şeyi bacardığınızı və ya ən çox həvəsləndiyinizi görə bilərsiniz. Dostlarınız və iş yoldaşlarınızla daha aktiv ola bilərsiniz. Bəlkə də dəyərli bir məqsəd və ya xəyal üçün aktiv şəkildə çalışa bilərsiniz. Bu, sadəcə xəyal qurmaq, arzulamaq və daha yaxşı şərtlərə ümid etməklə kifayətlənmədiyiniz bir zamandır. Məqsədlərinizi həyata keçirmək və təkmilləşdirmələr etmək üçün möhkəm addımlar atmaq istəyəcəksiniz. Yeni texnologiya və ya üsullara güclü bir diqqət ola bilər. Yaradıcısınız və irəliyə baxan və unikal səylərə cəlb olunursunuz. Yenə də bir çox baxımdan bu, mənəvi axtarış, araşdırma və təhlil ayıdır. Çox müşahidə və planlaşdırma apara bilərsiniz və maraqlı layihələrə və maraqlara kifayət qədər enerji sərf etməyə meyilli ola bilərsiniz. Daxili gücünüzlə daha yaxşı əlaqə qurur və başqalarından dəstək görür və yaradırsınız. Pluton illik geri hərəkət dövrünə mayın 4-də başlayır. Bu dəyişikliklə birlikdə, Plutonun güclü təsir etdiyi xəritənizin bu sahələri ilə bağlı problemlər, mürəkkəbliklər və qorxular müvəqqəti olaraq arta bilər. Romantika, yaradıcılıq, əyləncə, maliyyə və təhlükəsizlik. Təzyiqlər gələcəkdə azalacaq və əslində, bu şeylər haqqında daha yaxşı bir perspektiv qazanmaq üçün əhəmiyyətli dərəcədə uzaqlaşdığınız nöqtəyə çatacaqsınız. Bu yolla, qorxunun və həddindən artıq bağlanmanın sizə qarşı harada işlədiyini daha aydın görə bilərsiniz. Özünü dərk üçün, bu güclü DÖVR oktyabr ayına qədər davam edəcək. Bu, eyni zamanda yaxın münasibətlər üçün potensial olaraq gücləndirici bir aydır. Kimə dəyər verdiyiniz və kimin arxanızda olduğu barədə daha aydınsınız. Şəxsi maraqlarınız, işləriniz və ya səyahətləriniz vasitəsilə insanlarla tanış olmanız ehtimalı yüksəkdir. Özünüzü ifadə etmək və başqalarını anlamaq baxımından daha bacarıqlısınız. Bu ay, sosial vəziyyətlərdə daha rahatsınız və ehtimal ki, romantik həyəcanlar yaşayırsınız. Öyrəndikləriniz və getdiyiniz yerlər vasitəsilə müxtəlif yollarla şablonlardan və ya rutindən kənara çıxmaq istəyirsiniz. Əlbəttə ki, yeni şeylər sınamaq üçün daha cəsarətli və həvəslisiniz. Ayın 12-sində Dolunay ərəfəsində maliyyə kəşfləri və düzəlişlər etmək üçün xüsusilə yaxşı vəziyyətdəsiniz. Dəyərinizi və ya qiymətinizi dərk edir və haqqınız olan payı axtarırsınız. Hazırda sizi bu aydınlanmalara doğru itələyən bir söhbət və ya xəbər gəlir. Bir iş razılaşması və ya layihə hazırda tam çiçəklənə bilər. Mülkiyyət, paylaşım, G3C və pul məsələləri dəyişikliyə və ya təkmilləşdirməyə açıq ola bilər. Duyğularınızı və ya məhrəm məsələlərinizi bölüşmək əyləncəli və mükafatlandırıcı ola bilər. Xüsusən də ayın 10-undan 25-inə qədər. Adətən tabu olan və ya danışılmayan bir mövzunu aça bilərsiniz. Sağlam, açıq sözlü müzakirələr münasibətlərinizi gücləndirir. Marsın sosial sektorunuzda keçirdiyi ay, dostluqlarınızı, qrup əlaqələrinizi və xoşbəxtlik məqsədlərinizi canlandıra bilər. Eyni zamanda, dostlarınız və ya şəbəkələrinizlə sətin altında qaynaşan problemli sahələri hərəkətə gətirməsi də mümkündür. Günəş ayın 20-sində bürcünüzlə və mənəvi sektorunuzla ahəngdar hərəkət edir və xəyallarınıza və məqsədlərinizə daha canlı və bağlı hiss etdiyiniz bir aylıq dövrü başlatır. Yeni fikirlərə və zehni kəşflərə açıqsınız. Ayın 26-sındakı yeni ay, xüsusi maraqlar, macəralar və ya hüquqi məsələlərlə yeni bir başlanğıc gətirir. Ayın son günlərində bir iş, əlaqə və ya zehninizi və təcrübələrinizi genişləndirmək baxımından həvəslisiniz. Aydınlanma zehni səviyyədə baş verə bilər və bu həftə hava təmizlənə bilər və ya əhəmiyyətli bir kəşf və ya əlaqə qurula bilər. Fəlsəfənizi və ya unikal baxışınızı bölüşmək istəyi güclü ola bilər. Öz işinizi görmək, bəlkə də ironik şəkildə, sizi başqalarına yaxınlaşdırır. May ayı 2025 Əqrəb bürcü aylıq bürc yozumu. Əziz Əqrəb, bu ay hər zamankindən daha iddialısan və uğura olduqca fokuslanmış durumdasan. May ayında nə edəcəyinin söylənməsinə dözə bilmirsən. Özün yol göstərməyi tərcih edirsən. Mars karyerana,
İmicinə, statusuna və məsuliyyətlərinə əlavə güclü və motivasiya gətirir. Tapşırıqlarını nizamalamaq, şəxsi və iş sahəni təşkil etmək və seçimlərini araşdırmaq üçün yaxşı durumdasan. Bu ay əlaqələrinin uğuruna hər zamankindən daha çox sərmayə qoyursan və müzakirələr və diplomatiya vurğulanır. Neysə ki, Venera oyuna geri döndü və əlaqə qurmaq daha sadə. Pluton 4 mayda geri hərəkət dövrünə başlayır və bu da səni Plutonun güclü təsir etdiyi xəritənin sahələri haqqında incələmə, yenidən dəyərləndirmə və yeni bir baxış açısı qazanma mövzusunda yaxşı bir mövqeyə gətirir. Şəxsi hədəflərin, şəxsiyyətin, təhlükəsizliyin, rahatlığın, ailən və evin və ya ailə həyatın, əlaqədar bəzi planların tənzimlənməsi lazım ola bilər. Lakin bu sahələrdəki təzyiqlərdən və qorxulardan uzaqlaşmağı daha asan tapa bilərsən. Bu enerjiyə daha çox alışdıqca bu prosesi daha rahat tapacaqsan. Yenə də aprel ayında gecikmələr, qarışıqlıqlar və əsəbiləşmələr yaşanarkən, may ayında irəliyə doğru hərəkət, düzəldilmiş marşrutlar və açıqlamalar yaşayacaqsan. Yavaşlamalardan ən çox təsirlənən sahələr, əlaqələr, iş, rutinlər və sağlamlıq oldu. May ayında bu həyat sahələrində daha çox aydınlıq və bəlkə də işləri yoluna qoymaq üçün ikinci şanslar gəlir. Bu ay səni sadəcə irəli aparmaqla kifayətlənmir. Eyni zamanda ortaqlıqların və maliyyə vəziyyətin üçün çox dəstəkləyici təsirlər də təqdim edir. Mars Günəş xəritənin təpəsindəykən, iş, karyera və həyat planlarında xüsusilə dinamik ola bilərsən. Veneranın bütün ay boyunca iş və sağlamlıq sektorunda hərəkət etməsi ilə işdəki karizmanın artması mütləq kömək edir. İddiaların hərəkətə keçir və sən liderliyi ələ alırsan. Bu ay səmimi həyatını və ya şəxsi güclənmə duyğularını inkişaf etdirən rutinlərində, vərdişlərində və gündəlik həyatında yaxşılaşdırmalar maraq mərkəzi ola bilər. Həmçinin, əlaqələrini daha güclü və daha xoşbəxt etmək üçün çalışırsan və bu vəzifə üçün kosmik dəstəyin var. Ayın 12-sindəki dolunay ərəfəsində xüsusilə işıqlandırıcı bir DÖVR ola bilər. Layihələr çiçəklənməyə başlayır və bir mövzu haqqındakı əsl hisslərinlə təmasa keçirsən. Bir kənara itələdiyin şeylər artıq görməzdən gəlinə bilməz. Bu, əlaqələr üçün sehirli bir zaman ola bilər. Lakin eyni zamanda bu dolunay bürcündə reallaşdığı üçün özünü kəşf etmək üçün də. İntuitiv hisslərin 2 qat vəzifədə. Bu, görməzdən gəldiyin və ya yerinə yetirmədiyin hisslər və arzularla maraqlanmaq üçün əhəmiyyətli bir zaman ola bilər. May eyni zamanda əhəmiyyətli bir pul ayı ola bilər. Mütləq gözlənilməz qazanclar üçün deyil, lakin yaxşı razılaşmalar əldə etmək və ya daha asanlıqla dəstək qazanmaq üçün. Bu ay güclü balansızlıqları və ya çətin tabu mövzularla məşğul olmaqdan çəkinmirsən və xüsusilə may ayının son həftəsində səmimi həyatında məsuliyyət almağa hazırsan. Bu, karyeranda artan bir fəaliyyət zamanı ola bilər, lakin eyni zamanda liderliyi ələ almaq və müstəqil hərəkət etmək mövzusunda güclü bir istəkdə hiss edə bilərsən. Lakin şəxsi həyatında tamamilə fərqli bir düşüncə çərçivəsindəsən. İşbirliyi və həmrəylik diqqət mərkəzindədir. Xüsusilə ayın 10-undan 25-inə qədər əhəmiyyətli bir başqası və ya yaxşı bir dostla ünsiyyət xətləri açılır. İşində, idman zalında və ya gündəlik rutinlərin və sağlamlıq səylərinlə əlaqədar digər fəaliyyətlərdə xüsusilə yaxşı bir işıqdasan. Bu da sosial və ya romantik fürsətlərə və ya gündəlik həyatında daha çox zövqə yol açır. Bu ay əhəmiyyətli bir başqası sənə perspektiv qazandırmağa kömək edə bilər və paylaşılan planlar və fikirlər bağını yaxşılaşdıra bilər. Enerjilər bir həyat yoldaşı, məsləhətçi və ya rəhbərlə söhbət etmək üçün mükəmməldir. Başqaları sənin fikir lövhən ola bilər. İnsanlar səni təriflədikdə və ya qabiliyyətlərini və potensialını təqdir etdikdə dinlə, çünki rəy hazırda sənin üçün dəyərli ola bilər. Ayın son həftəsi, səmimiyyət və paylaşım sektorunda bir yeni ay ehtiva edir və bu da yeni bir başlanğıc etmək istəyini və ya ehtiyacını tətikləyir. Həyəcan verici həyat tərzi dəyişiklikləri və hər şeyin öhdəsindən gəldiyini hiss etmək üçün əla bir zamandır. Keçidlər, işin və ya gələcəyin üçün həyəcan verici strategiyalar yaratmağı dəstəkləyir. Həmçinin, səmimi bir əlaqəni, şəxsi psixologiyanı və daxili arzularını və ya maliyyə problemlərini indi daha aydın görə bilərsən. Bir sirri açmaq mükafatlandırıcı ola bilər və ya əvvəllər gizli qalmış, saxlanılmış və ya inanılmaz dərəcədə mürəkkəb bir mövzu haqqında xüsusilə işıqlandırıcı bir müzakirə yaşaya bilərsən. Oxatan bürcü üçün may ayı 2025 aylıq bürc yozumu. Önümüzdəki ay, işlərlə maraqlanmaq, rutinləri və sağlamlığı yaxşılaşdırmaq, özünüzü əyləndirmək və ifadə etmək üçün güclü bir ay, əziz oxatan. Başqa sözlə, sıx çalışır və əylənirsiniz və bu gözəl bir tarazlıqdır. Mars ruh sektorunuzu canlandırarkən, cazibədar Venera ayı romantizm və yaradıcılıq sektorunuzda keçirir. Bağlantılar qurmaq, insanlarla tanış olmaq və başqaları ilə daha aktiv olmaq üçün bir zamandır. Öyrənmək və paylaşmaq həyəcan verici ola bilər. Aprel ayının əngəllərini və gecikmələrini aşaraq, may ayında xüsusi maraq, əlaqələr və inkişaf etmiş rutinlərin dadını çıxaracaqsınız. Problemlər düzələcək və gözlədiyiniz cavablar və ya xəbərlər gələcək. Sizi çaşdıran söhbətlər bu ay məna qazanmağa başlaya bilər. Yenə də,
Pluton 4-5 aydan çox davam edən və sizi daha düşüncəli bir zehin çərçivəsinə salan geriləmə dövrünə başlayır. Cavabları dərinliklərdə axtarmaq üçün əla bir zamandır. Həmçinin özünüzü zehni olaraq çox yormaqdan bir ara vermə zamanı. Bəzi layihələr dayana bilər və ya tənzimləmə, düzəliş və yaxşılaşdırma tələb edə bilər. Bu dəyişiklik qorxuları və problemli sahələri böyüdə bilərkən, bu enerjiyə uyğunlaşarkən, bu dövrü özünüzü anlamaq üçün olduqca dəyərli tapacaqsınız. Həyatınızda çoxlu fəaliyyət və fokuslanma ola bilər. İş, təhlil, yenidən təşkil etmə və problemli sahələri düzəltmə. Xüsusilə yaxşı iş görmək üçün həvəslənirsiniz və başqalarına kömək etməkdən böyük zövq ala bilərsiniz. Nəticədə daha şuurlu olursunuz və problemləri həll etmək, bacarıqlar əldə etmək və ya inkişaf etdirmək və işi yerinə yetirməklə qürur duyursunuz. Xüsusilə məhsuldar ola bilər və faydalı olma hissini yaşaya bilərsiniz. Yenə də xoş əyləncələr və mükafatlar üçün çoxlu yer var. Ayın 12-sindəki dolunay ərəfəsində gözlənilməz bir həqiqət anı və dincəlmə, düşünmə və özünüzü toplama ehtiyacı ola bilər. Bu, kənardan aydın və ya etibarlı cavablar almaqla əlaqəli deyil, içərinizdəki aydın, intuitiv ani görüntülər və fərqindəliklərlə əlaqəlidir. Birisi və ya bir şey haqqında həqiqətən necə hiss etdiyinizi kəşf edə bilərsiniz və sizi nəticələrinizi aparan şeyin nə olduğunu izah etmək çətin ola bilər. Daxili hissləriniz və intuisiya hazırda çox işləyir. Zehni və fiziki sağlamlığınıza diqqət yetirmə və tarazlaşdırma ehtiyacınızı dərk etməli olduğunuz bir zamandır. Son həftələrdə bir kənara itələdiyiniz bəzi duyğularla sağalmağa, düşünməyə və yenidən əlaqə qurmağa fokuslanın. Bu yolla yenilənmiş özünüzü işinizə və şəxsi qulluq proqramlarınıza geri gətirə və əlinizdən gələnin ən yaxşısını edə bilərsiniz. Mars bütün ay boyunca ruh və macəra sektorunuzda bir qonaq olacaq, enerjinizi bəsləyəcək və sizi hər zamanki sərhədlərinizin ötesinə çatmağa həvəsləndirəcək. Əlbəttə, işiniz və gündəlik işləriniz zaman-zaman yorucu ola bilər və bu şeylərə daha güclü və zəruri bir fokuslanma var. Lakin ruhunuzu bəsləməyə və daha yüksəyə çatmağınız üçün sizə ilham verməyə kömək edən digər maraqlarınızı və fəaliyyətlərinizi təqib etmək üçün də vaxt tapırsınız. Öyrənmək, böyümək, inkişaf etmək, paylaşmaq və əlaqə qurmaq üçün güclü bir motivasiyanız var. Bu, yeni bir ehtiras və ya maraq kəşf etmək üçün bir zaman ola bilər və ya həyəcan verici bir layihəni və ya işi yenidən canlandırır ola bilərsiniz. Hər iki halda da həvəslisiniz. Bu ay hər zamankindən daha çox fikirlərinizə, inanclarınıza, ənənələrinizə və düşüncələrinizə bağlısınız və bu, arabir bir qarışıqlıq yarada biləcəyiniz üçün əlaqələrinizdə bəzi problemlərə mütləq töhfə verə bilər. Lakin yeni maraqlar və fəaliyyətləri təqib etmək üçün sizinlə birlikdə yaxşı bir enerji var. Rəqabətli fəaliyyətlər indi cəlbedici ola bilər. Romantik və ya yaradıcı həyatınız daha parlaq və daha xoşbəxtdir və ayını sevinç sektorunuzda keçirən Veneradan xüsusi kömək alırsınız. Cazibənizi və şəxsi güvəninizi artırır və bəlkə də sizə bir neçə heyran da qazandırır. Daha canlı və özünüzə güvənirsiniz və şəxsi bir maraq, müəyyən bir mövzu, hobbi və ya yaradıcı bir fəaliyyəti təqib etmək üçün olduqca həvəslənə bilərsiniz. Bədii bir məşğuliyyət və ya səmimi bir müzakirə yolu ilə üfüqlərinizi genişləndirə bilərsiniz. Sevgini cəlb etmək və ya artırmaq daha rahat deyil. Maqnetiksiniz, lakin eyni zamanda xoşbəxt şeylər də həyata keçirirsiniz və sizinlə ətrafınızdakı insanlar arasında gözəl, isti bir dostluq axını var. Əlaqələrinizi və ya sevgi həyatınızı yaxşılaşdırmaq üçün gözəl bir DÖVR ola bilər. Eyni zamanda öz dürüstlüyünüzün romantik dünyanızda və ya yaradıcı nəticələrinizdə daha çox səmimiyyətə yol açdığı bir zamandır. Ayın sonlarına doğru əlaqələr daha güclü bir fokus nöqtəsinə gəlir. Dostluq ehtiyacı indi arta bilər. Əlaqələrinizdə daha çox ciddilik ola bilər və bəlkə də biraz tarazlaşdırma etməyiniz lazım gələ bilər. 26-sındakı yeni ay yeni başlanğıclar və ya ortaqlıqlara yeni bir yanaşma üçün yol açır. May ayının son həftəsi əlaqə və yaradıcı həyəcan baxımından güclüdür. Əhəmiyyətli bir şəxslə edilən söhbətlər və ya qarşılıqlı əlaqələr xüsusilə işıqlandırıcı, mənalı və ya həvəsləndirici ola bilər. Bir vizyonu və ya unikal bir təcrübəni paylaşmaq bir əlaqəni gücləndirə bilər. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.